Səhər çox erkən yuxudan qalxmalı oluram. Və həmçinin erkəndə yola çıxmalı oluram, saat 6-ın yarısı. Çox sağ olun. Xüsusən qışda böyük çətinlik törədir və 200 kilometr yol gərim. Jalə Dənziyeva alaqaranlıqda səhərin sərin havasını ciyərlərinə çəkərək yola düzəlir. Şəhər hələ yuxudadır. Tək deyil, onu gözləyən həmkarları da var. Hər səhər yeni bir ümidlə Qubaya, Qamqam kəndinə, məktəbə doğru gedirlər. Qubanın müxtəlif kəndlərində işləyirik. Bakıda və Sumqayıtda yaşayan sakinlər, qeydiyyatda olan müəllimlər. Belə deyək də, Quba təhsilinə öz qazandığımız təhsili gətiririk və çalışırıq ki, bir rəng qataq. İlk şəfəqlər səmanı rəngləməyə başlayır. Müəllim dostları ilə birlikdə hər səhər günəşi beləcə qarşılayır Jalə müəllimə. Deyir ki, günün 6 saatını yolda keçirir. Saat neçədə qayıdacaqsın? Yəqin ki, saat 2-yə qalmış çıxacağam. Təxminən yolum 3 saata yaxın çəkəcək. 5-ə 6-ın yarısına evdə ola bilərəm. Eyni elə. Yəni, ən tez evdə olduğum vaxt bu gündür. Ondan da geç çıxdım. Sumqayıtdan gələn avtobus onu Qubaya çatdırır. Buradan kənd məktəbinə getmək üçün isə avtobusu dəyişməli olur. Və nəhayət, Jalə müəllimə məktəbdədir. Hava sərin olsa da onu məktəbin istiliyi qarşılayır. Bu istilik köhnə divarların arasında gizlənən dostluq, sevgi və bilik axtarışının hərarətidir. Mən artıq 6 ildir ki, Quba rayon Mübariz Abdullayev adına Qamqam kənd tam orta məktəbində biologiya müəllimi olaraq pedaqoji fəaliyyətimi başlamışam və davam etdirirəm. Həftənin 3 günü sanki bir doğma məkandan başqa bir doğma məkana gəlirəm. Ən çox buna görə buranı seçmişəm. Məhz Quba birinci həm məsafə baxımından yaxındır, həm də belə deyək də, buradakı atmosferə artıq alışmışam. Artıq sanki bir doğma insanlarımın məkanına gəlirmiş kimi özümü hiss edirəm. Xoşbəxt şagirdin ilk öncə mənbəyi xoşbəxt müəllim olmaqdan gəlir. Əgər bir müəllim sinfə girərək özünü xoşbəxt hiss edirsə, heç bir problemi düşünmürsə və tamamilə dərsə konsentrə olunursa, artıq burada xoşbəxt şagirddən, xoşbəxt sinif mühitindən və xoşbəxt təhsildən danışmaq olar. Kənd məktəbində işləsə də bir müəllimin manifesti adlı təhsil proqramında iştirak edib. Okeanın o tayında, Vaşinqtonda bu məktəbi təmsil edib. Bəlkə də bir şəhər məktəbində işləsəydim, bu uğura nail ola bilməzdim. Yəni, mənim kənd məktəbində işləməyimin böyük nailiyyətlərindən, pedaqoji nailiyyətlərindən biri də budur ki, həm oradakı təhsil təcrübəsini özüm qazandım, həm də oradakı təhsil təcrübəsini kənd məktəbindəki uşaqlara gətirə bildim. Bəlkə də onlar da gələcəkdə o Oskara alan müəllimlərdən biri ola bilərlər. Qamqam kənd məktəbi illərin izlərini daşıyan köhnə bir binada yerləşir.
Müəllimlər məhdud resurslarla, lakin sonsuz bir sevgi ilə işləyərək şagirdlərinə bilik verməyə çalışırlar. Jalə Dənziyeva və onun həmkarları bu çətinliklərin öhdəsindən gəlmək üçün əllərindən gələni edirlər. Təəssüf ki, məktəbimizin imkanları məhduddur, bir çox kənd məktəblərində olduğu kimi. Amma əlimizdən gələn üsullarla uşaqlara ən müasir yollarla öyrədirik. Maşın nəqliyyat tapmamaq baxımından, yəni hər il maşın axtarmalı oluruq, stabil bir nəqliyyata malik olmadığımız üçün böyük problemlərə səbəb ola bilir. Nəyə görə düşüncəli fəaliyyət edəcəksiniz? Önəmli olan da nədir? Bir də ki, müəllimin təbəssümü. Mənim bir sözüm var həmişə, məsələn, uşaq DNT-nin formasını, strukturunu unuda bilər bugün. Amma müəllimin verdiyi təbəssümü heç vaxt unutmayacaq. Ona həyatı boyu, məsələn, ola bilər ki, hər hansı bir mənfi addım atanda müəllimin təbəssümü, yaxud ona verdiyi dəstək yadına düşəcək və o addımdan çəkinəcək. 200 kilometr yol qət edərək Sumqayıta gedəcəm və yenidən yeni günə başlamaq üçün yeni tədqiqatlar edəcəm, yeni mənbələr axtaracağam ki, yenidən şagirdlərimin qarşısına motivasiyalı, özgüvənli, özünə güvənən, peşəkar bir müəllim olaraq çıxım.